Xoş gördük əziz dostlar. Bugün çox maraqlı, bəlkə də biraz acı bir həqiqətdən danışacağıq. Gözəl danışan və cəlbedici görünüşü olan kəsdə nadir hallarda həqiqi insanlıq olur deyimi Fazil psixoloq tərəfindən belə izah edilir. Dostlar, biz vizual bir dövrdə yaşayırıq. Vitrinlərin, filtrlərin və bəzəkli cümlələrin dövrü. Amma unutmayın ki, ən zəhərli göbələklər həmişə ən rəngli olanlardır. Psixologiyada biz buna bəzən halo effekti deyirik. Birinin xarici görünüşü və ya nitqi mükəmməldirsə, beynimiz avtomatik olaraq onun daxilinin də gözəl olduğunu düşünür. Amma bu böyük bir tələdir. Həqiqi insanlıq səsküylü cümlələrdə deyil, səssiz fədakarlıqlardadır. O, parlaq bəzəklərdə deyil, ruhun dərinliyindəki o sadə, bəzən isə kobud səmimiyyətdədir. Niyə gözəl danışanlar çox vaxt təhlükəlidir? Çünki onlar sözləri bir alət kimi istifadə edirlər. Manipulyasiya etmək, heyran qoymaq və gizlənmək üçün. Həqiqi insan isə özünü bəzəməyə ehtiyac duymur. Onun varlığı ən böyük bəzəyidir. Bəs siz necəsiniz? İlk baxışda sizi sehirləyən birinin daxili dünyasında məyusluq yaşamısınızmı? Unutmayın, qızıl hər zaman parıldamaz. Parıldayan hər şey isə qızıl deyil. Gəlin vitrinlərə deyil, qəlblərə baxmağı öyrənək.